أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ألف لام ميم. ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون. صدق الله العلي العظيم. بسم الله الرحمن الرحيم وبه nesta'in. Kur'an oxumağı öyrənək kitabından 8-ci səhvənin 1-ci yarısı. Burada əlifba hərflər göstərilir. Cəmi 28 hərfdir. Bunların bir qismi burada göstərilib. Məqsədim o əlifba hərflərini iki yerə bölüb yarım səhifə göstərmək ki, hərflər böyük çıxsın, yaxşı görsənmək üçün. Birinci hərf burada əlifdir, uşaqlı bir xəttdir belə. İkinci sətirdə bə hərfidir, nöqtə aşağısında bə. İkinci hərf bu sırada tədir, 2 nöqtə var yuxarısında tə. Və nəhayət fə. Həltəksir. Bu üç hərfin yazısı eynidir, onları fərqləndirən nöqtələrin sayı və mövqeyidir. Diqqətlə baxsaq, bunlar oxşarlığına görə yazılıb. Sonraki üç hərfə baxaq, yenə bunlar da oxşarlığına görə yazılıb. Nöqtə aşağıda cim, nöqtə yuxarıda xa, nöqtəsiz ortada hə. Ha yox, hə. Sırf boğaz səsidir. Ərəb səsidir bu. Ruslar o boğaz səsinə qartanlı zuvuk deyərlər. Türk dilində bu səs yoxdur. Biraz çətinlik törədir. Əvvəl sonra Allahın köməkliyi ilə tələffüz eləmək olur. Heç bir çətinliyi yoxdur. Nöqtə aşağıda cim, nöqtəsiz hə. Nöqtə yuxarıda xa. Sonraki hərflərə baxaq. İki bir-birinə oxşar hərf. Dəl və
zəl hərflərdir. Dəldə nöqtə yoxdur, zəldə var. Dəl, 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 zəl, 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 zəl. Sonraki iki hərfə baxaq oxşarlığına görə. Ra, bir də zə hərflərdir. Ra, zə. Ra, 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 ra. Zə, zə, zə. Ra'da nöqtə yoxdur, zədə nöqtə var. Sonraki iki hərfə baxaq, yenə oxşarlığını nəzərə alsaq. Sin, sin, sin. Nöqtəsi yoxdur. Şin, şin, şin. Şin, şin, şin. Sin, sin, sin. Şində orta dişin üstündə 3 nöqtə var ki, onlar sində yoxdur. Sonraki iki hərfi yenə oxşarlığına görə yazılıb. Sad, dad. Sad və dad hərfləri, dadda nöqtə var yuxarıda bir dənə, sadda isə yoxdur. Sad, 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 dad, dad. Ta və za hərfləri. Bunları da fərqləndirən zada nöqtənin olmağıdır. Ta'da isə o nöqtə yoxdur. Onu da qeyd edək ki, son 4 hərf, sad, dad, ta, za, bu 28 hərfin, əlifba hərflərinin ən güclü 4 hərfləridir. Bunlar daim dolu oxunur. Onların əsasləri a kimi oxunur. Adından da bəllidir ki, ta, tıldan sonra a eşidirik, za, zıdan sonra a eşidirik, sa, həmçinin va, yaxud da, bunlardan sonra da a eşidirik. Sonraki iki hərfə nəzər salaq, ayn və qayn hərfləri. Ayn hərfi elə bir hərfdir ki, onun uyğun nə latında, nə kirildə heç bir hərf yoxdur. Mən onu səssiz olan halda, yəni sakin halda, hərəkəsiz olanda üzü yuxarı apostrofla işarə eləmişəm. Amma ə, i, u saitlərindən səslənəndə isə həmin o saitlərin üstündə üfüqi xət qoymuşam ki, bu ə, bu i, bu u aynin həmin müvafiq saitlərlə səslənməyidir. Yəni adı ə, i, u deyil, boğazdan gələndir. Sonraki hərf qayndir. Eynən ayn kimi yazılır, burada nöqtəsi var. Bu oxşarlıq əlaməti buraya kimi idi. Sonraki hərflərə baxaq. Fə və qaf hərfləri. Qafla fədə balaca oxşarlıq var, elə bir ki, həmin o qaf sıxılıb və nöqtələrin biri götürülüb, fə şəklini alıb. Amma bu tam oxşar deyil, ancaq umumən belənsindən, kənardan baxanda balaca bir-birinə yaxın olmaqları burada müşahidə edirik. Ayrı-ayrı hərflərdir. Kəf hərfi ondan sonra gəlir. Ləm hərfi, ləm. Lap aşağıdakı sətirdə mim, nun, hə, vav və yə hərfləri. Cəmi 28 hərfli sayı, lakin oxşarlığı nəzərə alsaq, cəmi cümlətanı 18 hərf olur. Bundan asan əlifba mən tanımıram. Əgər biz Yapon dilini, Çin dilini, İngilis dilini öyrənə biliriksə, Yaponların 2000-ə yaxın hieroglifləri varsa, bunu mənimsəyə biliriksə, bu 18 hərf yaxud 28 hərfi mənimsəyə bilmərik. Bu yalan sözdür. 9-cu səhifəyə nəzər salaq. Bismillahirrahmanirrahim və bihi nəstə'in. Bu səhifədə ərəb əlifbası verilib kvadratlarda. İndi onların barəsində bir balaca söhbət eləyək.
Birinci burada əlifdir. Şaqlı bir xəttə oxşayır. Sağdan sola oxuyuruq. Bə, pə, fə, pəltək sıdır. Fə, üstündə 3 nöqtə olan. Gördüyümüz kimi oxşarlıq əlamətinə görə yazılır bu 3 hərf. Cim, nöqtə aşağısında. Xa, nöqtə yuxarıda. Hə, nöqtəsiz. Dəl, nöqtəsiz. Zəl, nöqtə ilə. Bu iki hərf də bir-birinə oxşayır. Sonraki iki oxşar hərf. Ra və zə. Ra, nöqtə yoxdur üstündə. Zə, zədə nöqtə var üstündə. Oxşarlıq əlamətinə görə hərfləri yadda saxlamaq daha asandır. Sin, 3 dənə dişi var. Eyni ilə onu oxşar orta dişinin üstündə 3 nöqtəsi olan isə şin adlanır. Şin, şin. Sonraki iki oxşar hərf sadla daddır. Sad, dad. Sonraki iki oxşar hərf yenə ancaq nöqtə ilə fərqlənirlər. Ta, ta, za. Sonraki yenə iki oxşar hərf ayn və qayn. Qaynda nöqtə var, ayında nöqtə yoxdur. Oxşarlıq əlaməti buraya kimi idi. Bundan sonra hərflər bir-birinə fərqlənir. Fə, qaf, qaf yox ha, qaf, qırdan biraz doludur. Qaf, kəf, kəf yox, kəf, kvadrat, komsomol, kombayn, bu kəlmələrdəki kimi. Ləm, ləm, mim, nun, vav, vav, dodaq samitidir. Onda deyək, bütün 28 hərf hamısı samitdir. Saat hərfi yoxdur ərəbdə. Hə, hə, ən axırıncı yə. Əgər bu yə kəlmənin axırında yazılırsa, o nöqtələr qoyulmur altında. Ancaq ortada olanda qoyulur. Əgər bu hərflərin hərəkələri yoxdur, yəni səssizdirlər, elə belə oxuya bilərik. B, P, F, C, H, X, D, Z, pəltəydi bu, R, Z, S, Ş, F, S, F, F, S dolu, V, Z, Z, T, T, bu T, T, bu birisi T, 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 hududladım onun. Bu birisi T, bu ince T, bu birisi dolu, qalın, güclü. Z, bu istiala hərfi güclü, bu birisi də Z'dir, amma o zəifdir. Amma hər ikisində pəltəkli var bunların. Bu Z'dan fərqlənir, bu adi Z'dir. Bunda Z desək zlo, dolu Z'dir. Bunlar bir-birinə fərqlənməlidir.
Səssiz olanda u yazılır. Saitlər transkripsiya yazılanda və o u-nun üstündə üfüqi xət qoymuşam ki, yəni bu ayn səsinin, ayn hərfinin bu müvafiq hərflərlə u ilə səslənməsidir. Aynə aid heç bir hərf yoxdur, nə ona uyğun gələn, nə latında, nə kirildə. Bismillahirrahmanirrahim və bihi nəstə'in. Bu səhifədə ərəb əlifbası verilib, rəngli, müxtəlif rənglərlə hərflərin müstəqil variantıdır. Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, burada qələmlə səsin bir qədər sinxronizasiyası tam deyil. Yəni, səs qələmdən bir yaxud iki hərf geri qalır. Bunu oxuyanda gərək nəzərə alasınız. Birinci hərf, əlif, bə, tə, sə, pərtəş sığdı, cə, əlif, bə, tə, sə, cim, hə, xa, ağlaşır burada, dəl, zəl, ra, rə yox ha, ra, zə, sin, şin, sad, dad, yaxud zad, ta, za, əgər zəbər olsaydı olardı. Ayn, hərfin adı ayndir. Ayn, qayn, qayn yox ha, qayn, anan, fə, qaf, qaf yox, qaf, doludur. Kəf, kəf yox. Kvadrat, kosmos, komsomol kəlmələrindəki kimi. Kəf, ləm, lam yox ha, ləm, mim, nun, hə, va, vav, vav, v'dan sonra a eşidilir, vəv yox, vav.